mövzu aktuallığını qoruyub saxlayır. Çox təəssüf ki, əgər qorumasaydı, bəli. Əvvəla imamlar bizim üçün örnəkdir. Onlar mübarizə aparıblar. Bizim üçün bir növ mesajı var ki, bu çox ciddi təhlükəli məsələdir. Və bir də biz bu günümüzdə görürük. Bu günümüzdə vəhhabilərin, ateistlərin necə istifadə elədiyini görürük. Bəzi yerlərdə deyilmiş sözlərdən, hədislərdən, yəni dırnaqarası hədislərdən, hansısa tarixi uydurmalardan necə istifadə edirlər, necə məzhəb adına ləkə gəlir və gülünc obyektinə çevrilir. Bu baxımdan bu gün də həmişə aktual olub, bu gün də aktualdır və mütləq bu məsələlərlə mübarizə aparmaq lazımdır və insanları maarifləndirmək vacibdir. Biz deyək ki, qədimdə deyirdilər, şiələr namaz üstündə deyirlər Xanəl Əmin, təşəhhüddə Xanəl Əmin, yəni Cəbrail xəyanət elədi, gərək vəhyi Əliyə gətirəydi, apardı Məhəmmədə, gərək Əli peyğəmbər olaydı. Bu günün özündə görürük ki, bəzi vəhhabilər ondan istifadə edirlər. Böhtandır, amma bu görün neçə əsrlərdir hələ də oturuşmayıb, yəni. Hələ də bunu tam yerinə oturuşmayıb ki, bu belə bir şey yoxdur, heç bir şeyə belə bir etiqadda deyil, heç bir şeyə namaz üstü belə bir söz demir. Və yaxud da mövcud vəhabi, məşhur vəhabilərdən Osman Əl-Xəmis, Seyyid Nemətullah Cəzairinin Əl-Ənvarun Numaniyyə kitabından sitat gətirir. Orada bir hədis qeyd olunub ki, Həzrət Əlinin adından deyir ki, bəs İbrahimlə odda mən oradaydım, İbrahimlə bircə idim və ənəlləzi cəaltəhə bərdən və sələmə. Mən o alovu İbrahim üçün soyuq elədim, salamat bir yerlədim. Yəni bir qulub hədisidir, yəni təbii ki, bunu eləyən Allahdır. Belə hədisləri gətirir Osman Əl-Xəmis kimi vəhabilər, deyirlər ki, baxın şiələrin etiqadı budur. Əslində isə şiələrin etiqadı deyil. Seyyid Nemətullah Cəzairi bir əxbari alimidir, bəli şiədir, amma onun görüşü tamam fərqlidir, hədislərə baxışı tamam fərqlidir. Kitabındakı hədislər əksərən mürsəl, zəif hədislərdir və kitabı da şiələrin mötəbər hesab elədiyi bir kitab deyil. Bunların hamısını demək lazımdır və məsələ oturuşmalıdır. Yəni bir dəfə, iki dəfə deməklə həll olan deyil. O qədər yəni təbliğ olunmalı ki, bu məsələlər yerinə düşsün. Bilirsiniz, bundan çəkinmək lazım deyil. Bir var ki, bizim əlimizdə deyək ki, bir qızıl külçə var məsələn. Biz deyirik ki, qoyuruq ortalığa, deyirik ki, bəli, bu 5 kiloqram qızıldır məsələn. Amma gələn gedən bizə gülür, deyir ki, heç də elə deyil. Onu yoxlatdırın, onun tərkibində nə qədər mis var, qatqı var falan var. Zərgər gəlir, yoxlayır, atır üstümüzə ki, falan. Yəni, bu nə yaxşı olar ki, biz əvvəldən bu qatqıları çıxaraq, biz misləri çıxaraq, xalis qızıl eləyək, 3 kiloqram olsun, amma qoyanda ortalığa heç kim ona ağız bizə bilməsin və heç kim ona irad tuta bilməsin. Bu baxımdan bunların hamısını araşdırmaq, demək, insanları maarifləndirmək lazımdır ki, bilsinlər və heç kimin də əlinə bir bəhanə verilməsin və din adına, məzhəb adına ləkə gəlməsin və bunlara ehtiyacımız da yoxdur bizim. Bunlara ehtiyacımız da yoxdur ki, bizim hardasa bir uydurma şəxsiyyətlər meydana çıxardaq, biz uydurma etiqadlar meydana çıxardaq. Öz etiqadlarımız kifayət qədər zəngindir. Həzrət Peyğəmbərimizin oğlu vəfat edəndə günün tutulması, ondan misal çəkə bilərik. Bəli, yəni Həzrət Peyğəmbərimiz necə davrandı onlar? Bəli, Peyğəmbərimiz etiraz elədi ki, yəni bu Allahın qanunudur, olur belə, bunun mənim oğlumun ölümü ilə bir əlaqəsi yoxdur. Yəni bu özü ciddi mesajdır, sağ olun ki, bunu dediniz. Yəni bu özü mühüm məsələdir Peyğəmbərin bu hərəkəti ki, hər bir şeydən tez əlaqələndirməyin bunu, bu filan şeyə görə oldu, bu filan şeyə görə. Əldə sübut olmayınca, bayaq dediyim kimi iddia nə qədər böyüdürsə dəlil də bir o qədər olmalıdır. Böyük iddia eləyirik və ortaya kiçik bir dəlil qoyuruq ki, filan kitabda belə bir hədis gətirib, hədis də nə dərəcədə doğrudur bilinmir. Bu baxımdan çox diqqətli olmaq lazımdır. Əlavə qatqılara ehtiyac yoxdur. İmam Hüseyin müsibətində də belədir. Biz İmam Hüseynin faciəsi, Kərbəla faciəsi o qədər məzlum bir faciədir ki, orada İmam Hüseynin özünün şəhid olması, 6 aylıq körpəsinin şəhid olması, kifayət qədər yəni məzlum notlar var burada. Biz əlavə nəsə axtaraq, gedək əlavə kimlərsə tapaq, əlavə bir kimlərsə qoşaq ki, bunlar da öldü, bunlar da belə oldu. Daha çox məzlumu görünsün. Bundan nə ehtiyac var? Nə ehtiyac var? Biz bugün deyək ki, 10 cild kitab yazaq Aşura haqqında. Amma
gələnlər də ondan 100 dənə nöqsan tutsunlar, baxanlar və elə desinlər ki, elə bunların yəqin bütün sözləri belədir. Və yaxud da biz bir cilt kitab yazaq, amma heç kim ondan nöqsan tuta bilməsin. Bir cilt yazaq, olanları yazaq güclü şəkildə və dəlillərlə yazaq və arxasında da dayanaq. Yoxsa ağla zid, belə qaydalardan kənar ki, bəs Əli Əkbər gəldi, orada 100 nəfər öldürdü, burada 200 nəfər öldürdü, orada yəni buna nə ehtiyac var? Bununla bəyəm fəzilətli olur. Yəni onun fəziləti azdırmı? Əhl-Beytin fəziləti azdırmı? Quranda onun fəzilətinə dair ayə var. Peyğəmbərin mütəvatir hədisləri var. Nə ehtiyac var əlavə bir şeyə? Deyir ki, bəs İmam Əli Əkbərin ürəyi üzüm istədi. İmam Hüseyin məsciddə əlin vurdu. Məclisin sütununa banan çıxdı, üzüm çıxdı, verdi. Yəni bu gülməli bir şeydir. Oradan da buna nə ehtiyac? Bilirik ki, Allah istəsə ola bilər. Bu başqa bir mövzudur. Allah istəsə hər şey ola bilər. Bir var biz deyirik ki, mən 150 kiloqram qaldırıram. Deyir ki, bəs necə sübut eləyirsən? Deyirəm ki, mümkündür də. Bəs filan kəs 250 kiloqram qaldırır. Mümkün də. O mümkün, hər mümkün olan da real deyil, hər potensial aktual deyil. Onu sübut eləmək lazımdır. Sübut ortaya qoymaq lazımdır. Ona görə də mümkün olan şey, bəli, Allah istəsə hər şey olar. Allah istəsə niyə olmasın ki? Allah istəsə dağdan dəvə çıxar, Salih Peyğəmbərin dəvəsi. Amma gəlin görə bunu sübut eləyə bilirikmi? Bir var biz Quranla sübut eləyirik, arxasında dayanırıq. Bir də var ki, biz gedirik hansısa bir əxbari aliminin, deyək ki, yazdığı bir kitabdan bir hədis tapırıq ki, zəif hədis ona və sübut da eləyə bilmir. Yəni belə şeylərə ehtiyac yoxdur. Kifayət qədər fəzilətlər mövcuddur və həmin fəzilətləri deyək və əlavə qatqılara getməyək. Bunlar da səbəb olur quluva. Bunlar da bir növ quluvsa, düzdür, küfür deyil. Bayaq dediyim kimi, küfür başqa bir şeydir. Amma fəzilətlərdə də quluva ehtiyac yoxdur və imamlarımız, məsumlarımız bizi bundan çəkindirir.